Salamlar, vaxtınız xeyirli olsun değerli izləyicilər. Biz bugün 8-ci sinif mövzusu olan parçanın nöqtəsinin koordinatları mövzusunun izahına baxacağıq. Mövzuya keçməzdən əvvəl belə bir məlumat xatırlatmaq istəyirdim ki, bu kanalda siniflər üzrə həm mövzuların izahları, həm də orta məktəb dərsindəki sualların izahları paylaşılır və əgər sizlər də bunlardan xəbərdar olmaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Keçən yeni mövzunun izahına. Burada biz artıq koordinat sistemində məsələn bizə iki nöqtə verilibsə, mən o nöqtənin orta nöqtələrin tapılması qaydası var. Necədir? Məsələn, mən sizə desəm ki, bir A nöqtəsi vermişəm, x1, y2, y1-dir. Bir dənə də B nöqtəsi vermişəm, x2, y2 vermişik. Deyirəm ki, məsələn, bunun ortası olan M nöqtəsini tapın. Yəni, x0 və y0-ı tapın deyirəm. Burada qayda belədir ki, x0-ı tapmaq üçün bu x1 ilə x2-ni toplayıb 2-yə bölməli. Həmçinin y0-ı tapmaq üçün y1 ilə y2-ni toplayıb 2-yə bölmək. Yəni qaydamız bu şəkildə olacaq. Yəni elə də çətin bir mövzu deyil əslində. Yəni bu qayda, bu düsturu bilsək, digərlərini isə hər şey yaza biləcəyik. İndi keçək mövzunun sualların izahlarına. Məsələn bizə deyir ki, birinci sualda deyir ki, A və B verilib, D nöqtəsi koordinatlarını tapın. Biz indi M, deyək ki, M, yenə də birinci sual desəm ki, x0 və y0-dır desəm, buna necə gedirəm? Məsələn, biz A-nın koordinatları nə olacaq? Məsələn, x0-ın koordinatları olacaq 2 üstəgəlsin -2, deyilmi? Baxın, 2 üstə -2 yox, üzrü sayın. Baxın, bu koordinatlara belə baxsa, bu x-dır. Burada x-dır da, elə deyilmi? Ona görə 2 üstəgəlsin 4 bölünsün 2 bərabər 3 olacaq. Buradan y0 da bərabərdir. 5 üstəgəlsin 1 bölünsün 2, 3. Deməli, bizim M-imizin koordinatları 3 və 3 şəklində olacaq. Sonra gəldik nəyə? Gəldik B variantına. B variantına yenə eyni qaydadır. Bizim x0-ı tapmaq üçün -2 üstəgəl 6 bölü 2 bərabər 2 olacaq. Y0-ı tapmaq üçün isə 3 üstəgəlsin -1 bölünsün 2. Buradan da 1 olacaq. Yəni 2 və 1 nöqtəsi olacaq bu nöqtənin koordinatları. İndi ikinci sualda isə bizə deyir ki, verilənlərə görə B-nin, indi bizə baxın, A nöqtəsi verilibdir. 2, 1 nöqtəsi. M nöqtəsi də verilibdir. 3, 2, bizə deyir ki, B-ni tap. B də olsun y2, x2, y2. Mən onda x0, yəni 3 bərabərdir. 2 üstəgəlsin x bölünsün 2 yazmalıyım. Onda 2 üstəgəl x bərabər 6, x də bərabər nə olmalıdır? 4 olmalıdır. Və buradan həmçinin də y bərabərdir. Nə yazmalı? Y yox, özür sayın. 2 bərabər və bu 2 bərabərdir. 1 üstəgəlsin y bölünsün 2 çarpaz vursa 1 üstəgəl y bərabər 4-ə y bərabər 3 şəklini alacaq. Sonra gəldik 3-cü suala. 3-cü sualda isə bizə deyir ki, 3 bucaq verilibdir. Məsələn, mən desəm, baxın, A verilibdir 0, 0 nöqtəsi. B verilibdir 0, 4. Mən sizə desəm ki, bu iki nöqtənin orta nöqtəsini tap, biz necə tapar? Məsələn, x0 nə olar? Birincisi 0 üstəgəl 0 bölü 2. Nə oldu? 0 oldu. Sonra y0-ımız isə 0 üstəgəlsin 4 bölü 2. Neçə oldu? 2. 0 və 2 nöqtəsi olacaq. Və yaxud da mən məsələ sənə desəm ki, C-nin də koordinatlarını bura qeyd edəyim. -6, 0. Məsələn, AC-ni etsək, 0 üstəgəlsin -6 bölü 2 olacaq. Bu -3 olacaq. AC-də məsələn, AC-nin x-ini tapsa, y-ını tapmazsa, yəni də 0 üstəgəl 0 bölünsün 2 olacaq. Bu da 0. Nə oldu? -3, 0 olacaq. Yox, birdən BC-ni soruşsa sizdən, BC-nin orta nöqtəsini soruşsa nə olacaq? X-ı olacaq 0 üstəgəlsin -6 bölü 2. Bu da elədi -3. Y-ımız isə 4 üstəgəlsin 0 bölü 2 bərabər 2 olacaq. Yəni -3 və 2 şəklini alacaq. Bu şəkildə baxmamız lazım. Sonra məsələn 4-cü sualda deyir ki, bizə 4-cü variantında paralelogramda deyir ki, paralelogram verilibdir. Baxın, bunlar paralelogramda biz bilik ki, diaqonallar 2 bərabər hissəyə bölünür. Elə deyilmi? Yəni orta nöqtəsi olacaqdır. Paralelogramda diaqonalların kəsmə nöqtəsi bizə deyir ki, A nöqtəsinin koordinatları 2, 3-dür. C nöqtəsinin koordinatları 4, 1-dir. Sənə deyir ki, M bunların kəsmə nöqtəsidir. Bu M-i tap deyir. Necə taparam? Məsələn, mən bura bir x, y desəm,
Mənim bu orta nöqtəm bərabər olacaq 2 üstəgəl 4 və buradakı baxın bu 2 ilə bu 4-ün cəminin yarısı olmalıdır. Yəni 3 y-ımız da 3 üstəgəlsin 1 bölünsün 2 olacaq. Burada 2. Yəni burada 3 2 nöqtəsi olacaq. Bizə deyir ki, L nöqtəsinin koordinatlarını tap deyirdi. 4-ün AB variantında isə bizə belə A, B, C və D. Deyir ki, A'nın koordinatları 2, 6'dır. B'nin koordinatları səhv yazdım uşaqlar. A'nın koordinatları 1, 3'dür. B'nin koordinatları 2 ve 6'dır. Bura 5 ilə 7'dir. Biz onu necə eləmək? Birinci gəlin orta nöqtəsini tapmalıyıq. Bu orta nöqtəyə görə D'ni tapmalıyım. Mən birinci bu M'i tapmalıyam. X, Y. Gəlin tapalım. Buradan X bərabər nə olur? 1 üstəgəl 5 bölünsün 2 bərabər 3. Y-ımız olacaq. 3 üstəgəlsin 7 bölünsün 2 5 olacaq. Yəni 3, 5 nöqtəsi olacaq. İndi biz baxın belə deyək də B verilib 2, 6, M verilibdir 3, 5, D də verilibdir X və Y. Mən buradan bu 3 bərabərdir yazmalıyam. 2 üstəgəl X bölünsün 2-yə. 2 üstəgəlsin X bərabərdir 6-ya. Buradan X bərabər 4 olmalıdır. Elə deyilmi? Buradan 5 bərabərdir 6 üstəgəl Y bölü 2'ye. 6 üstəgəlsin Y bərabərdir 10'a. Y də bərabər nə olacaq? 4 şəklini alacaq. Deməli Y də 4 oldu, X də 4 oldu. Yəni bu şəkildə baxmamız lazım. Belə. Sonra gəldik 5-ci suala. Deyir ki bizə M və D nöqtəsinin koordinatlarını tapın. Birinci bu A ilə B'yə görə M'i tapıram. M ortada yerləşdiyinə görə 5-ci sualda. Necə tapmalıyım? M nöqtəsi məsələn X-ını tapsaq, X bərabərdir. Mənfi 5 üstəgəl 3 bölünsün 2 mənfi 1. Y də bərabərdir 5 üstəgəlinsin mənfi 1 bölünsün 2'ye. Burada 2 oldu. Deməli bu mənfi 1 və 2 olacaq. Buna görə indi baxın C'nin 2, 6'dır. M mənfi 1, 2'dir. D'yə də yazıram X, Y. Necə yazmalıyım? Mənfi 1 bərabər 2 üstəgəl X bölünsün 2 çarpaz vursam 2 üstəgəl X bərabərdir 2 mənfi 2'yə. X də bərabər 0 olar. Və buradan da sonra 2 bərabərdir 2 üstəgəlinsin Y bölünsün 2 olacaq. 2 üstəgəl Y da bərabər 4'ə Y də bərabər 2 şəklini alacaq. Deməli D'nin də koordinatları nə oldu? 0 və 2 aralığında yerləşdi. Mövzumuz bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.